ve ruhum yüksektir. Sen bugün Tiflis'te İlham Əliyev bu qoturla, bax bu qoturla ve bu qoturla güya iş görürsünüz, güya bizim ailəni təhləmək üçün bütün yollara əl atırsınız. İlham Əliyev bugüne kadar kimlərə zəng elətdirmisən ki, mənə zəng eləyiblər və məndən nələri istəyiblər, nələr deyiblər, nələri öyrənməyə çalışıblar, Əfqanın müdafiəsinə kimi, Əfqanın müdafiəsində kimlərin əl olub, vəkili kimdir, o kimdir, bu kimdir, mən açıq danışıram. Sənin göndərdiyin adamlar bilavasitə hansı yolla olursa olsun, birinci sualdan mən anlayıram ki, bunu sən göndərmisən. Və sən Tiflis'te bütün, belə deyək də, bütün hər kəsi satın ala bilərsən, rüşvətlə sındıra bilərsən. Amma əmin ol ki, Əfqan əsla və əsla müdafiəsiz qalmayacaq. Çünki mən varam. Sən Əfqanı müdafiəsiz qoymaq üçün yəqin ki, ilk öncə məni öldürməlisən. Sən orada, burada insanları satın almaqla, insanları təhdid edib qorxutmaqla heç də əldə edə bilməzsən. Bütün dünya Əfqandan üç çevirsə də, mən Əfqanı bu yolda tək qoymayacağım. Və Azərbaycan xalqı da bilsin ki, bu qotur tək idi. İndi bu qoturun böyründə bu qotur və bu qotur. Düşünün ki, bir sıravi qadın, bir sıravi Azərbaycan vətəndaşı, himayəsində 2 körpə qızı olan bir ana 2 rejimlə mübarizə aparır. Nə yerə yazmasıdır, nə göyə, nə tarixə, nə dinə, nə imana, nə qanuna, nə hüquqa yaza bilirsənsə, Əliyev yaz. Hara yazacaqsan? Gör necə bilirsən, kişi özünə kişi deyirsən. Böyründə təyin elədiyin vilayətin olsun, Əlin Ağıyevin olsun, Kamran Əliyevin olsun, pagon daşıyırlar, ən yüksək rütbə vermisən, generaldılar. O pagon altında Əliyev biraz şərəf daşıyardınız, biraz qeyrət daşıyardınız, biraz namus daşıyardınız. Azərbaycan xalqına bu qədər mi nifrət edirsən? Bizi didərgin saldın, uşağımı başsız qoydun, yetim qoydun, çöllərə saldın, ölkəmdən, dövlətimdən didərgin saldın. Deyirsən ki, mən liderəm, mən prezidentəm, mən humanistəm. Bütün saydıqlarım arasında nə liderlik var, nə humanistlik var, nə kişilik var, heç nə yoxdur. Bütün saydıqlarımda ancaq sən qatilsən, sənin rejimin qatildir, sənin ətrafın qatildir. Sənin qurduğun sistem amansızdır və sən elə düşünürsən ki, Gürcüstanda müəyyən yollarla, üsullarla Əfqanı ya müdafiəsiz qoyacaqsan, ya sərhəddə bağlı saxlayacaqsan, olmayacaqdır. Olmayacaq, Əliyev onu görməyəcəksən, nə qədər sağlıq gedəcək, yox öldürəcəksən, bütün dünya şahid.